Hazırda Binəqədi rayonu Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsindəyik. Qaynar xəttimizə daxil olan şikayət əsasında buradayıq. Şikayətçilər bildirirlər ki, may ayının 7-sində bu ərazidə çökmə baş verib və müvafiq qurumlar tərəfindən dərhal həmin problem aradan qaldırılıb. Lakin müəyyən bir müddətdən sonra həmin ərazinin yaxınlığında yenə çökmə baş verib. Amma qurumlar bu problemi 3 aya yaxın bir müddətdir ki, aradan qaldırmayıblar. Və nəticədə 2 maşınlıq olan yolda avtomobillərin sürücüləri məcbur olurlar ki, qarşı tərəfə keçsinlər və əks istiqamətdə hərəkət eləsinlər. Bu zamanda tıxac yaranır. Günün günorta vaxtında yol getməyi olmur. 2 aydır, 3 aydır bu vəziyyətdədir bura. Axşam 6-dan sonra gəlin buranı çəkin, görün hara kimi deyib dirənir probka. Valla zülüm çəkirik, evimizə gedə bilmirik. Bu yola görə tək yoldur, probka da gözünüz görürsünüz də, bezmişik. 1 ay, 2 aya yaxınlaşır ki, belənçilədir. Qeyd edək ki, belə çökmələrə bir neçə yerdə rast gəlmək olar. Ərazinin yaxınlığında 20 metrlik hissəni qurumlar qazıb. Hətta oranın da təmiri yarımçıq qalıb. Bir ərazidə bu qədər problemin olması isə əsl təhlükə mənbəyidir. Buna keçən il Cümşüd Cümşüdovun başına gələnləri misal göstərmək olar. Torpağın içində qoyublar, belə çıxıb gediblər. Nə gələ bilirik, nə gedə bilirik. Yağış yağır, palçıq dizdən olur. İndi belə qoyublar, son 1 aydır, biz bu vəziyyətdə qalmışıq. Qazıblar, yağış yağır, yollar bitər günə qalır. Məktəbə zada gedəmirdim mən, məktəbdən qalırdım. İndi yayda elə torpaq da daşımla deyilərə burada qalacaq torpaq. Bunun qabaq yayın fikirləşdik ki, qışın fikirləşdik, nə qalacaq biz burada. Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, qeyd olunan ərazidə istismar müddətini başa vurmuş 1000 mm diametrli tullantı su xəttində bir neçə hissədə çökmələr qeydə alınıb. Məsələ ilə bağlı Bakı Su Kanal İdarəsi ərazilərə baxış keçirib. Çökmə qeydə alınan hissələrdə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hazırda mövcud kollektorun əvəzinə 750 metr uzunluğunda yeni kollektorun tikintisi üzrə layihə hazırlanıb. Müvafiq icazələr alındıqdan sonra yaxın günlərdə yeni xəttin inşası üçün işlərə başlanılacaq.